Artigiano Dinare! Facultarieri subteri! Altaceva Dausceli! Facultarieri subteri! Altaceva Dausceli! Altsuchelice ukudelia! Altsuchelice ukudelia! Sala Eko Bashia! Kamerjobu Chauchia! Sala Eko Bashia! Haydam Hay! Dawi Brunem Samarkand! Samarkand Çakdi! Kamerjobu Chauchia! Sala Eko Bashia! Kamerjobu Chauchia! Sala Eko Bashia! Teryanko! Arif Samarkand! Arif Samarkand! Kamerjobu Chauchia! Sala Eko Bashia! Kamerjobu Chauchia! Samarkand! Erdoğan'a bizim xardam xar! Haydam Hay! Dawi Brunem Samarkand! Xalqi xalq Samarkand! Samarkand! Siemenslichtuj Bołądę! Bolonde! Siemenslichtuj Bołądę! Bolonde! Facultarieri subteri! Altaceva Dausceli! Seçkili oligarkiya! Eski oligarkiya! Seçkebit! Kłamstwo terrorystrebit! Kłamstwo terrorystrebit! Arikne bas! Ar! Kaçardebit! Çanişre tercevnebit! Ar! Kaçardebit! Ar! Kaçardebit! Ar kaçardı bak halkızım dinare! Bizim bu marş və yürüyüş dünən saat 8-də Tbilisi şəhərindən baş tutmuşdur və bizim 4 məntəqəmiz var idi. Birinci məntəqə ilə Tbilisinin özü idi. Oradan biz şüarlar ataraq, səsləndirərək Bolnisə tərəf yola düşdük. Axşam saat 7 radələrində Bolnisə çatdıq və Bolnisi meriyasının qarşısında bir etiraz aksiyası keçirdik və manifestimizi oxuduq. Bugün səhər saat 10-dan Bolnisidən daha doğrusu hərəkət edərək artıq gəlib çatmışıq Marneoliyə və hal-hazırda Marneoli demək bu meriyasının qarşısında etiraz aksiyası keçirməkdəyik və burada da yenə marşımızın manifestini oxuyacaq. Bu marş və yürüyüşün keçirilməsində məqsəd və qayə ümumiyyətlə bölgələri məlumatlandıraq, onları oyatmaq və onlara ürək dirək verməkdir. Bilirik ki, biz bölgələr hər zaman və hər daim təzyiq və baskı altındadır və biz deyirik ki, əgər bir-biri ilə həmrəy bir şəkildə toplaşa bilsəniz, bütün problemlərin həll olunmasına nail ola bilərsiniz. Pərakəndə şəkildə bu əldə olunmur. Və əgər sizlərə bizdən kömək və dəstək lazımdırsa, siz məsələni qaldırın, toplaşın. Biz həmişə hər daim demək sizə kömək etməyə hazırıq. Biz demək sabah artıq Marneolidən də tərpənib gedəcəyik demək Rustavelidəki aksiyaya və axşamüstü artıq o aksiyaya qoşularaq belə demək olar bu bölgədən Kömürkartli bölgəsinin etiraz səslərini ora çatdıracaq. Əlbəttə ki, bizim 2 tələbimiz var. Biri yeni seçkilərin təyin olunmasıdır ki, bu beynəlxalq seçki təşkilatlarının iştirakı ilə olacaq. Çünki hazırki MSK-ya heç bir etibar və etimad yoxdur. İkinci isə əlbəttə ki, rejimin həbs etdiyi əsirlərin azad olunması tələbidir. Bildiyimiz kimi bir neçə gün bundan əvvəl ictimai fəallar tərəfindən yürüyüş başladılıb. Bu yürüyüş Tbilisidən Bolnisiyə keçərək, Bolnisidən isə Marneoliyə keçdi. Mülki fəallar və ictimai fəallar daha doğrusu piyada gələrək əllərində bayraqlar və şüarlar səsləndirərək gəlib. Ümumiyyətlə bu regionda Tbilisi, Marneoli və Bolnisi bundan sonra Tbilisiyə gedəcəklər. Regionda yaşayan insanlara səslərini çatdırmaqdır ki, insanlar belə deyək, ayılsınlar və bilsinlər ki, ədalətsizlik qarşısında susmaq olmaz. Biz ölkədə bilirik ki, seçkilər uğurlanıb, hazır ki, qeyri-legitim hakimiyyət tərəfindən
belə deyək, hakimiyyət demək olar ki, zəbt olunubdur, xalqın əlindən oğurlanıbdır. Buna görə də hər kəs bu ədalətin səsini eşitməlidir. Hər kəs ədaləti axtarmalıdır, daha doğrusu. Bilməlidir ki, ədalət ölkədə bərpa olunmalıdır. Seçkilər təkrar olaraq ədalətli şəkildə seçkilər keçirilməlidir və biz bilirik, bu 120 gündən artıq 130 günə yaxındır ki, artıq ölkədə geniş miqyaslı aksiyalar keçirilir və belə deyək, buna görə də hər kəs bilməlidir ki, bu aksiyalarda həbs olunan siyasi məhbuslar azad olunmalıdır. Bununla bağlı dinindən, irqindən asılı olmayaraq hər kəs səsini çıxartmalıdır. Zülm qarşısında heç kəs susmamalıdır. Məhz bu yürüyüşün də əsas səbəbi bu idi. Əsas iki şüar var. Məhbuslar, siyasi məhbuslar azad olunsun və ölkədə təkrar ədalətli seçkilər, parlament seçkiləri təyin olunsun. Çünki biz bilirik, xalqın səsi oğurlanıb. Ona görə də hal-hazırda belə deyək, yürüyüşün iştirakçıları və burada Marneullidən artıq müxtəlif partiyanın nümayəndələri də bu yürüyüşün iştirakçılarına Marneulli meridyasının qarşısında belə deyək, qoşulduq və biz də bu şüarlara qoşuluruq və biz də deyirik ki, siyasi məhbuslar mütləq şəkildə azad olunsun və təkrar ölkədə parlament seçkiləri ədalətli şəkildə təyin olunsun. Salamlayıram hər kəsi. Bildiyiniz kimi Kvemokartlı yürüyüşü keçiririk. Dünən Dmanisidən başladıq və Bolnisidə yekunlaşdırdıq. Dünən 44, bugün isə 25 kilometr keçdik piyada və kəndləri, şəhərləri keçərək vətəndaşlara ədalət üçün, həmrəylik üçün mübarizəyə çağırırıq və Marneullidə kifayət qədər hiss olunur ki, etirazı olan, nəzərə narazılığı olan vətəndaşlar var. Bugünkü sistemdən, bugünkü reallıqdan insanlar bezibdir artıq ədalətsizlik, bərabərsizlik hissini yaşamaqdan. Ümumiyyətlə Gürcüstanda 130 gündür aksiya keçirilir və bu 130 günün aksiyaları nəticəsində getdikcə heç bir kəs yorulmur, hər kəs davam edir. Fərqli formalar alır bu yürüyüşlər, aksiyalar. Bizə də biz Kvemokartlı olaraq böyük bir yürüyüş keçirmək məqsədində odur ki, 31-i, yəni sabah Tiflisdə keçirilən böyük etiraz aksiyasına qoşulaq və ölkəmizin müstəqillik gününün simvolik bir günündə Kvemokartlı vətəndaş cəmiyyəti olaraq öz rəngarəngliyimizlə, etnik, dini və siyasi, mədəni kimliyimizlə, rəngarəng kimliyimizlə gücləndirək və ölkəmizin müstəqilliyini, azadlığını bir daha qoruyaq birlikdə. Eləcə də ölkədə gələcəkdə baş verən gələcəyi, dəyişikliyi belə deyək, birlikdə həll edək. Çünki bu hakimiyyətin yaratdığı avtoritar sistem artıq ölkəyi uçuruma doğru aparır və bunu biz birlikdə vətəndaşların hər birimiz tələb edərək dəyişməliyik. Hakimiyyəti dəyişməliyik normal seçki vasitəsindən. Artıq bildiyiniz kimi bir neçə gündür ki, buradakı hazırdakı iştirak edən insanlar Dmanisidən Tiflis istiqamətinə bir aksiyaya qoşublar, hansı ki sabahları Tiflisdə böyük mitinqlə, böyük bir aksiya ilə nəticələnəcək. Bu insanların əlbəttə ki, bizim də bura qoşulmağımızın məqsədi bu insanlara dəstək olmaqdır. Bizim məqsədimiz eyni məqsəd uğrunda mübarizə aparırıq ki, oktyabr ayında seçkiləri Arzusu hakimiyyəti oğurladı və bu günə qədər bütün gün Gürcüstanın bütün regionlarında dayanmayan aksiyaların məhz səbəbi ondan ibarətdir ki, ölkədə yenidən növbədən kənar parlament seçkiləri keçirilməlidir ki, ölkəyə düşdüyü bu gün, bu hazırki böhrandan çıxsın. Bunun üçün də mübarizə hər bir Gürcüstan vətəndaşı, fəallar, siyasi partiyalar hər bir tərəfdən mübarizə aparırıq və bu gün bu aksiyanın elə məqsədi ondan ibarətdir ki, İnsanlar simvolik olaraq piyada gedirlər ki, biz bu yolda, bu şəkildə də öz etirazımızı bugünkü hakimiyyətə qarşı bildiririk.